Salam əziz müəllimlər. Hal-hazırki mövzumuz fenin quruluşu və iş prinsipidir. Bu mövzudan biz nə öyrənəcəyik? Fenin daxilində, quruluşunda nələr var? İş prinsipi necədir? Fen haqqında yaxından tanış olacaq. Fen 19-cu əsrin axırlarında icad edilmişdi. 19-cu əsrin axırlarında. Çoxlu sayda elektrik quruducu cihazı mövcuddur. Onlardan hər birinin öz forma və daxili quruluşu var. Forması və daxili quruluşu. Əsasən iki növ elektrik quruducu cihazı vardır. Məişət fenləri, bir də inşaat fenləri. Məişət fenləri A şəklindəki, inşaat fenləri B şəklindəki. Məişət fenləri özü də həm saç düzümü, həm də ki, onun qurudulması üçün istifadə olunur. İnşaat fenləri isə tikinti işlərində istifadə edilir. Hər bir evdə istifadə edilən elektrik feninin quruluşunu və iş prinsipini öyrənək. Məişət feni, söhbət bundan gedir. Məişət feni yaş və nəm saçları qurutmaq üçün nəzərdə tutulmuş elektrik cihazıdır. Yaş və nəm saçları qurutmaq üçün. Ümumiyyətlə, hazırda çoxsaylı fen modeli mövcuddur. Müxtəlif xarici görünüşə malik olan bu modellər bir-birindən çox az fərqlənən daxili quruluşa malikdir. Deməli, bu slaydda nə öyrəndik? Fenlərin hər birinin öz forması və daxili quruluşu var. İki cür olur fenlər. Məişət fenləri, bir də ki, inşaat fenləri. Məişət fenləri özü də həm saç düzümünü düzəltmək üçün, həm də qurudulması üçün istifadə olunur. İnşaat fenləri isə tikinti işlərində istifadə olunur. Məişət feni nə üçündür? Yaş saçları, nəm saçları qurutmaq üçün nəzərdə tutulan elektrik cihazıdır. Növbəti slayda keçək. Aşağıda saç düzümü və qurudulması üçün fenin tərkib hissələri göstərilir. Məişət feninin quruluşu budur. Məişət feni nədən ibarətdir? Qoruyucu tor, ventilyator, elektrik mühərriki, qızdırıcı element, hansı ki qızdırıcı element buradadır, istiliyə davamlı tutqac, qızdırıcı element, hansı ki istiliyə davamlı tutqaca sarılmış formada, 6. İstilik qoruyucusunun açarı. İstilik qoruyucusunun açarı. Həm də buna termostat deyirlər. İstilik qoruyucusunun açarı. 7. Elektrik açarı. Elektrik açarı. 8. Kontakt qəlib. 9. Sıxıcı lövhə. 10. Elektrik şnuru üçün borucuq. 9. Sıxıcı lövhə. Bax, bunu qeyd eləmədim. Sıxıcı lövhə. Yaxşı, gəlin bir də baxaq. Gəlin baxaq görək. 4 nədir? 4. Qızdırıcı element. 1 nədir? 1. Qoruyucu tor lövhədir. Bəs 10 nədir? Borucuq. Elektrik şnuru üçün borucuq. 6 nədir? Termostat. Termostat. İstilik qoruyucusunun açarı. 2 nədir? Ventilyator. 5 nədir bəs? 5. Tutqac. İstiliyə davamlı tutqac. Bəs 3 nədir? 3. Mühərrik. Elektrik mühərriki. 9 nədir? 9. Sıxıcı lövhə. 7. Elektrik açarıdır 7. Bəs 8. Kontakt qəlib. Bəli, məişət feninin quruluşu bu hissələrdən ibarətdir. Şəkildən göründüyü kimi fen xırda boru kəsiyinə bənzəyir. Bəli, xırda boru kəsiyinə bənzəyir. Elektrik qızdırıcı elementi və ventilyator bu boru kəsiyinin daxilində yerləşir. Deməli, qızdırıcı element 4 və ventilyator 2.
bu boru kəsiyinin daxilində yerləşir. Rahatlıq üçün fenin gövdəsinin üzərində elektrik düyməsi olan tapança şəkilli dəstə ilə təchiz edilib. İçəridə yaranan hava elektrik qızdırıcısının əhatəsi dairəsindən keçərək qızır və fenin digər ucundan üfürülür. Fendən üfürülən havanın qızdırılma mexanizmi göstərilibdir burada. Fenin qızdırıcı elementində cərəyanın enerjisi istilik enerjisinə çevrilir. Bu slaydda nə öyrəndik? Bu slaydda fenin hissələrini öyrəndik. Hansı əsas tərkib hissələri hansılardır? Onlarla tanış olduq. Daha sonra öyrəndik ki, fen tapança formasındadır. Hansı ki, kəsilmiş boruya bənzəyir. Kəsilmiş boru hissəsində də istilik qızdırıcı elementi, bir də ki, ventilyator yerləşib. Deməli, fenin qızdırıcı elementinə cərəyan daxil olur. Cərəyan da hansı ki, istiliyə çevrilir. Bu slaydda da bunu öyrəndik. Bir də ki, içəridə yanan hava elektrik qızdırıcısının, hansı ki, elektrik qızdırıcısının əhatə dairəsindən keçir. Fenin digər ucundan, baxın, buradan hava sorulur. Qızdırıcı elementdə isidilir. Həmin isti hava kütləsi yaranır və isti hava kütləsi buradan çıxır. Digər ucundan üfürülür. Qızdırıcı element istilik verən səthin daha böyük olması məqsədi ilə spiral şəklində burularaq fenin daxilinə yerləşdirilir. Deməli, nə deməkdir bu? Qızdırıcı element hansı ki, istilik verən səthin daha böyük olması məqsədilə, baxın, spiral şəkildə burulur. Yəni, daha böyük istilik verməsi üçün burulur və fenin daxilinə yerləşdirilir. Fenin əsas iş prinsipi yaş və nəm saçlardakı suyun buxarlanmasını tezləşdirir. Fen saçlara buxarlanmanı tezləşdirən isti hava üfürür. Buxarlanmanı tezləşdirən, bəli, isti hava kütləsi vasitəsilə hansı ki, saçdakı nəmliklər, nəm, yaş buxarlanır. Bu zaman saçların ətrafındakı hava qızır, yaranmış isti hava kütləsi saçlardakı nəmi asanlıqla qurudur. Deməli, soyuq hava kütləsi ventilyator vasitəsilə fenə daxil olur, hansı ki, borucuq hissəsinə daxil olur. Qızmış spiral, hansı ki, soyuq hava kütləsini isti hava kütləsinə çevirir. Yaranmış isti hava kütləsi saçlardakı nəmi asanlıqla sovurur. Hava axınını lazım olan şəkildə yönləndirmək üçün fenə müxtəlif ucluqlar taxırıq. Baxın, lazım olan şəkildə yönləndirmək üçün. Gövdənin daxilinə müxtəlif yad cisimlərin düşməsinin qarşısını almaq məqsədilə fenin girişi tor ilə örtülür. Saçların qurudulması üçün təxminən 60 dərəcə temperatura malik hava kütləsi yaranır. Qurudulan saçların yanmaması üçün fen normadan artıq qızmaya qarşı müdafiə ilə təchiz edilir. Deməli, saçlar yanmasın deyə normadan artıq qızmaya qarşı müdafiə ilə təchiz edilir. Məsələn üçün, feni artıq istifadə etdikdə fen öz-özünə dayanır. Yəni, bu da fenin hansı ki, xarab olmaması üçün təchiz olunub ki, fen qızıb xarab olmasın, yanmasın. Təhlükəsizlik qaydalarına fikir verək. Təhlükəsizlik qaydaları və fenə xidmət. İzolyasiya pozulmasın deyə fenin şnuru elastik olmalıdır. Fenin şnuru necə olmalıdır? Elastik olmalıdır. Elektrik cərəyanı ilə zədələnmənin olmaması üçün saçları heç vaxt nəm otaqda və ilk növbədə yaş əllə qurutmaq olmaz. Feni başa çox yaxınlaşdırmaq lazım deyil. Bəs fenlə baş arasındakı məsafə nə qədər olmalıdır? 15-20 sm. 15-20 sm-dən az olmamalıdır. Əgər yaxın olarsa, saçlar üçün zərərli ola bilər. Deməli, fenlə baş arasında məsafə nə qədərdir? 15-20 sm. Saçların qurudulması, hamarlanması, burulması kimi müxtəlif növ əməliyyatları yerinə yetirmək üçün
fenin uyğun gələn ucluğu seçilməlidir. İsti hava axınını başın bir hissəsini uzun müddət istiqamətləndirmək olmaz. Feni eyni nöqtədə 2 saniyədən artıq saxlamaq zərərlidir. 2 saniyədən artıq saxlamaq olmaz. Bu slaydda nə öyrəndik? Hansı ki, fenin şnuru elastik olmalıdır dedik. Zədələnmə olmasın deyə saçlarımızı nəm otaqda və yaxud da ki, yaş əlindən qurutmamalıyıq. Saçla fen arasındakı məsafə 15-20 sm-dən az olmamalıdır. Uyğun belə deyək, başlıqları seçərək ya saçın qurudulmasıdır, ya hamarlanmasıdır, ya da burulması. Yəni, bu kimi əməliyyatları yerinə yetirə bilirik. Bir də ki, feni eyni nöqtədə saçımızda 2 saniyədən artıq saxlamamalıyıq. Gəlin diqqət eləyək. Feni deyir, işlək halda nəzarətsiz saxlamaq qadağandır. Niyə? Çünki bu yanğına səbəb ola bilər. Müasir məişət fenləri xüsusi xidmət tələb etmir. Amma hər bir halda onları təmizləmək lazımdır. Bəs təmizləməsək nə baş verəcək? Təmizləməsək fen tez qızır və pis işləyir. Hər gün istifadə edilən fenin filtri ən az 3 aydan bir təmizlənməlidir. Havada olan toz zərrəcikləri giriş deşiyinin və spiralların arasında yerləşən filtrə çökür və filtr tutulmuş olur. Əgər filtr çox çirklənibsə, onu hava keçirmək qabiliyyəti azalır. Buna görə də mühərrik həddindən artıq qızır. Əgər fen işləyərkən yanmış saç iyi gəlirsə, bu deməkdir ki, filtr təmizlənməlidir. Filtrdəki çirki təmizləmək üçün ilk növbədə feni şəbəkədən ayırmaq lazımdır. Bəzi fenlərdə filtr arxa torun altında yerləşir və onu təmizləmək çox asandır. Bəs nə ilə təmizləməliyik? Filtri toz, xırda tüklər, saç, yumşaq fırça ilə təmizləyirik. Əgər o da olmasa, diş fırçası ilə təmizləyə bilərik. Və yaxud da ki, ucluq, hansı ki, tozsoranın ucluğu ilə təmizləyirik. İlişib qalmış tullantıları isə maqqaşla götürə bilirik. Fenin gövdəsini və hissələrini sadə nəm əski ilə təmizləmək olar. Burada nə öyrəndik müəllimlər? Hansı ki, dedik, feni nəzarətsiz saxlamırıq. Daha sonra feni təmizləmək lazımdır. Bəs təmizləməsək, filtrin təmizləməsək nə baş verəcək? Filtri təmizləməsək tez qızacaq, hansı ki, fen pis işləyəcək. Daha sonra nə öyrəndik? Feni hansı müddətdə təmizləməliyik? Feni 3 aydan bir təmizləməliyik. Daha sonra nə baş verir ki, fen filtri tutulur və yaxud da çirklənir? Havada olan toz zərrəcikləri, hansı ki, fenin giriş deşiyinin və ya spiralların arasında yerləşən filtrə çökür və biz bunu filtrdən təmizləməsək, mühərrik həddindən artıq qızır və fenin pis işləməsinə, tez qızmasına səbəb olur. Və daha sonra filtrdəki çirki təmizləmək üçün biz feni şəbəkədən mütləq şəkildə ayırıb sonra təmizləməliyik. Filtrdə harada yerləşir? Bəzi fenlərdə filtr arxada torun altında yerləşir. Onu təmizləmək çox asandır. Açıb təmizləyirik. Təmizləmək üçün bizə lazımdır fırça. Diş fırçası da ola bilər. Bir də ki, tozsoranın xüsusi ucluğu ola bilər. Hansı ki, tozsoranın ucluğuna və yaxud da ki, fırça ilə təmizləyə bilmiriksə, biz ilişib qalan tullantıları maqqaşla təmizləyə bilərik. Daha sonra fenin gövdəsini və hissələrini nəm əski ilə, sadə nəm əski ilə təmizləyə bilərik. Müəllimlər, bu bizim fenlə bağlı mövzumuz. Hər birinizə uğurlar.